Pakizə bacı, dünəndən ağlayırsan. Amma niyə ağlayırsan? Belə bax, Əmrah kimi belə qəhrəman oğul böyütmüsən. Bu cür oğul böyütmüsən. Sən ağlamaq yox. Onunla qürurdur, fəxr elə. Xalqımız zəfərə hazırlaşır. Bax, bu zəfər yaşadanlardan, zəfər qazananlardan biri də sənin oğlundur. Döyüş vaxtından mən onu tanısam da, bu günləri yəni qismət ilə gətirdi ki, məzarı önündə gəlib onu xatırladıq və anası ilə, sizinlə yəni söhbət elədik. Hoş gəlmişsiniz. Allah cəmi şəhidlərimizin məqamını uca eləsin, məkanını cənnət eləsin. Mən niyə deyə bilərəm ki, məndən qabaq deyən şəhid analar. Bəli, burada hamısı şəhid analarıdır. Şəhid analar danışdılar, nə var hamısını dedilər. Mən də onların dəstəkləyirəm. Onların dediklərinə qoşuluram. Mən balamla fəxr eləyirəm. Bir oğlunuz vardı sizin, iki oğlunuz? Yox, iki oğlum var idi. Bu böyük, kiçik oğlumdur. Əmrahın hətta mən bir videosunu görmüşdüm. Paylaşmışdı, özü çəkib döyüş vaxtı. Çox xoşuma gəlmişdi o video həqiqətən. Çox da təəssüfləndim onun şəhid olduğunu. Bəli, öndə gedən döyüşçülər idi, bilirəm. Onlar unudulmaz heç vaxt. Xüsusi təyinatlı Nolallıki idi. Xüsusi təyinatlı kəşfiyyatçı idi. O bir müharibə dövründə getmirdi ki, həmin rayonlara. O kəşfiyyatçı idi, gedib kəşf eləyib gəlirdi. Bütün döyüş dostları ilə mən söhbət eləyəndə hamısı heyf Əmrahdan deyirdilər. Amma təəssüflənməyin. Ölmədi Əmrah. Yəni bizim şəhidlərimizin heç biri ölməyib. Bəli. Hamısı bizi üçün canlıdır, yaşayır, həmişə yanımızdadır. Onlarla qürur duyuruq, onlarla fəxr eləyirik. İyi ki, bizi heç kim tanımırdı. Bizi Azərbaycana, bütün dövlətinə, bütün dünyaya tanıtdı bizim balalarımız, qəhrəman balalarımız. Mən fəxr eləyirəm bütün şəhidlərimizlə. Biz də sizlərlə fəxr edirik, biz də sizlərlə qürur duyuruq. Sizlərin qarşısında baş əyirik, belə qəhrəman oğullar böyütdüyünüz üçün. Allah rəhmət eləsin, cəmi şəhidlərimizə, ruhları şad olsun, vətən sağ olsun. Ağlamayın şəhid anaları, gözlərinizin yaşına mən qurban olaram. Ağlamayın. Yəni, sevincli günümüzdür, zəfər günüdür. Zəfərimizin 5 illiyi, tarixi zəfərimizin 5 illiyi tamam olur. Buna sevinmək lazımdır, öyünmək lazımdır. Yəni, sizin oğullarınız, baxın, görün. Yəni, indi çox analar var. Çox analar var ki, onların oğulları müxtəlif başqa işlərlə məşğuldurlar, həbsxanadadılar, törətdikləri cinayətlərlə, pis əməllərlə. Amma siz başınızı uca tutun ki, bax sizin oğullarınız hansı zirvədədir. Şəhid anası kimi sizə belə titul verib getdilər, mükafat verib getdilər. Onun üçün də, yəni ağlamayın. Allah rəhmət eləsin. Hamınızın qarşısında, hamınızın qarşınızda baş əyirəm, əllərinizdən öpürəm, alnınızdan öpürəm. Zəfərin mübarək Azərbaycan. Vətən sağ olsun. Çox sağ olun. Allah razı olsun.